Herkese selam dostlar. Yepyeni bir Brawl Stars videosuyla karşınızdayım. Bu videoda sizlerle birlikte şanslı günün 4. bölümünü çekeceğiz. Videomuzu çekmeden de bu videonun devamını kanalıma abone olmayı ve bu videoya like atmayı unutmayın. Buradan da gördüğünüz gibi inşallah hesabımıza tam 5 tane sushi rolosu ve bir tane de kaos kutusu gelip, kaos kutusu 2 veya da 3 tane olsa daha yaxşı olardı, ama bu da yaxşıdır. Ve ilk oyunumuzdan başlayaq dostlar. Ve bəli dostlar, gördüğünüz kimi matımız atıldı. İlk matımızda ilk qalibiyyət alabilsək yaxşı olar. Bu oyunu çaşıb GG ilə girdim. Yəni bizə verən karakter adı nə idi onu bilmirəm. Bu yeni gələn güncəlləmədə ücretsiz verdi. Fiz nə idi? Çıxanda göstərirəm. Yəni bir uşaqlar, sizdən bu videoda 5 like gəlsə şanslı günün 5-ci bölümünü çəkəcək. Artıq 4-cü bölümdür bu. Yəni əgər bu videoya 5 like gəlsə şanslı günün haydi 5-ci bölümünü çəkəcək inşallah və 4-cülük də bizə bəs edir. Gedək indi özümüz qazı öldürək, çünki artıq bundan ötəsi bizə lazım deyil və sushi rolosu gələn vaxtı, yəni o sezonda mən oynamamışdım. Sushi kostümüm ümumiyyət heç yoxdur. İndi inşallah çıxar da bilsə əla olacaq. Yəni İlk sushi kutumuzdan başlayaq və 2 oldu. Nəsə gəlir. Bu kutulardan tam başım da çıxmır. Yəni neçə yazanda nə gələ bilər, nə yazır, nə başım çıxmır və son 4 dənə sushi rolomuz qaldı və ikinci sushi rolomuzun ikinci matımıza girək dostlar. Və bəli dostlar, gördüyünüz kimi oyunumuz açıldı. Ayda yenə cici ilə də oyuna girdim. Ayda Edgar var. Edgar'ın bu kostümünə qəşəngdir. Dalımdadır Edgar. El teyipsa seyit olacaq onun ultisi. Bildiğiniz kimi o Edgar'ın ultisi durduq yerdə dolur. Yəni və ora ilişdi o. Artıq gələ bilməz, amma mən də gecikdim. Ayda. Və artıq da məncə hoppana bilməz bu qədər məsafəyə. Edgar çata bilməz. Yəni bayağı bu məsafəmizi açdım Edgar'la. Amma yenə də Edgar təhlükəlidir və ikinci matımızı uduza bilərik və bu kimdir? Gus nədir bilmirəm, amma inşallah bu matımızı qazanacaq. Biraz otluqda çallarda, yəni biraz gözləyək. Buradan bizim rozetlərə bax görək. Normal rozetimiz də yox imiş inşallah. Və internet zəifliyi var nəsə oyunda. 7 nəfər ölmək bilmir heç kəs, yəni. Bunlar ikisi bir-birini öldürsə lap əla olar. Burada alan hasarlayımda, yəni daş arasından vura bilirəm yəqin ki. Oradan gedibmiş ya. Elə bil ayda bu Edgar bura gəlməsin. Ya da gəlsin, bəlkə ala bilərəm, amma ultisi olmasa. Qasaba. Bir nəfər də ölsə əla olacaq. Birinci nəfər. Bizə 2 ölsün, haydi uşaqlar. Bir nəfər ölsün də, öldürün də bir-birinizi. Və bir nəfər də öldü uşaqlar. Yenə birinci maçımızda da olduğu kimi özümü qaza öldürürəm uşaqlar. İkinci sushi rolomuzu atmağa gedirəm. İnşallah bir dənə əla bir kostüm çıxarda bilərik. İndidən karakterimizi seçim mən. Çünki sonra və yenə 2 oldu. Bir şey çıxmadı. İnşallah bu şanslı gündə yaxşı bir şey çıxarda bilərik buradan. Baxın bu karakteri deyim. Adı nədir? Phoenix. Aha, Phoenix. 6 səviyyə eləmişəm. Bunun 0 kupadır. Bundan daha rahat olacaq məncə kasmaq. Və hazırsınızsa uşaqlar, keçək 3-cü matımıza. Dostlar, gördüyünüz kimi 3-cü matımızda atıldı. Bu karakter həqiqətən qəşəng karakterdir. Yəni üçlü atış vurur. Bayağı da bir hasarı var. Deyirdim ki ölməyəcəm. Əla vurduq. Albayraf kimi də elə bil. Albayraf divardan sekmə vura bilir. Dəymədi ona. Çox azdanla. Aha, onu öldürdü o. Piper'da mən alabilsəm lap əla olar. Dəymədi. Amma bu dəyəcək mi? Ölmədi mi Piper? Piper neynədi? Ayda. Aha, öldürdü Piper'ı. Piper. Bunun ultisi nədir? Ultisini heç bilmirəm. Nağardı ki indi bu. Oha. Bu nə vuruşlar da? Baxın, gördüyünüz kimi burada fərqli vurur. O öz ultisinin içində daha fərqli vurur. Yəni məncə hasara da onun fərqi olacaq. Gələk burada özümüzü bunu öldürdürək və öldürə biləcəyik bizi. Belə baxıram, bu bizi öldürəməyəcək. Öldürdü. Nə qədər verdi? Öldür, vur. Abi vur da.
Vurmadı. Ora baxın uşaqlar. Ultisinə bayağı bir fərq var. Nəsə uzatmadan keçək 3-cü suşimizi atmağa. 3-cü dümü, 4-cü dümü tam bilmirəm. 3 dəfə dalbadal yəni qazanırıq. Buradan ayda yenə 2-də qaldı uşaqlar. Bir 4-8 görənmədik və Otisin belə bir yaxşı kostümü çıxdı uşaqlar. Amma məndə Otis var idi ki uşaqlar. Bir dənə Otisə baxın. Məndə Otis var imiş uşaqlar. Bayağı bir karakter çıxartmışıq. Buradan bize 1500 kredi bayağı da bir Royal Pass'ta irəliləyəcək. Buralardan heç olmasa bir şey çıxsa lap əla olar. Və bundan da Super Ender yazdı və 21-ci kademədə bizə kaos kutusu verəcək. Bu videoda bəlkə də 2 dənə kaos kutusu asa bilərik və 98 elmasımız, yəni 100 elmasımız var. Uşaqlar artıq xeyirli uğurlu olsun və deyirəm 4-cü maçımıza keçək dostlar. Və bəli dostlar, gördüyünüz kimi 4-cü maçımızda açıldı. 4-cü dümü, 5-ci dümü tam bilmirəm, yadımdan çıxartdım və burada Poco'nun çox az canı var, 300 can, yəni bir mərmili canı var. Nətər yəni ölmürsən Poco və artıq ölmənin vaxtıdır Poco. Son 5. Haydi bir nəfər də ölsün, özümüzü tez qaza öldürək. Bunu bura atacağım, Nita'nı oradan alabilsəm əla olar. Bunun içində daha çox hasar verir. Aha, 2000 hasar verir. Bayağı da bir çox verir. Buradan da Nita'nı aldı uşaqlar. Özümüz də El Primo'yu öldürək. Buradan El Primo'nu daha da mən ala bilərəm. Öldürdü, aha bizi canımız az idi. Amma keçirik 4-cü dümü, 5-ci dümü su şirlomuzu atmağa. 2 və yenə 2 də. Bu 2 büyüm bizdən əl çəkmədi uşaqlar. Aha 4-cü imiş, 2000 mücəffər, yəni dediyim kimi kaos kutusunu aldı uşaqlar, bayağı bir altınımız da oldu. Buradan kaos kutumuzu açıram, Super Ender 2 və Super Ender'də də qaldı. Həmişə oldu kimi uşaqlar, həmişə oldu kimi. Öz ana hesabı yenə bir şey çıxmadı. İndi isə buradan gələk Phoenix'i biraz yüksəldək, çünki 43.000 altının var, 7 oldu. Aha keçək 5-ci maçımıza uşaqlar. Ha dostlar, gördüyünüz kimi 5-ci maçımızda atıldı. Buradan Nita'nı alabilsəm lap əla olar və Nita necə ola bilər? İlk məğlubiyyətimizi aldıq 5-ci maçımızda. Ayda heç nə olmaz uşaqlar, keyfimizi bozmayaq. Yenə ilk məğlubiyyətimiz, yəni heç nə olmaz, buradan da bir şey vermir. Neysə dostlar, keçək 5-ci maçımıza. Və bəli dostlar, gördüyünüz kimi 5-ci maçımızda atıldı. Əslində biz bunu daha tez qutara bilərdik. Mən bir yaxlarım öldüm. Amma heç nə olmaz, yenə də hələ ki də yaxşı gedirik yenə də. Və 8 kişi qaldı. İndən gərək mən öldürüm. Hamısını gec ölürlər çox. Hardasınız? Burada Bibi var, burada El Primo və ala bilərəmmi El Primo'nu və burada Bibi var. Bibi. Aha, Bibi heç nə eləmədi bizə. Aha, El Primo oldu. El Primo bura gəlmə, El Primo. Aha, El Primo'nun canına baxın bir yana. Oo, bunlar bir-birinə girişdi. Burada bunu aldım və Hüseynə və 4 kişi qalıb. Aha, bizə bəsdir bu. 4-cü yerdə də öldü inşallah. Buradan da bizim su şirlomuzu alırıq. 5-ci su şirlomuzu. Buradan bir şey gələrmi? Yenə 2-də qaldı uşaqlar. Bayağı bir şanssızlıq. Və mənim ümidim buradır, yəni kaos kutusuna, sonuncu kaos kutumuza və sonuncu hədiyyəmiz üçün. Bir dənə buradan kupa yolundan bizə nə verir? 100 kredi. Sonuncu kutumuz üçün sonuncu maçımıza girirəm uşaqlar. Və bəli dostlar, sonuncu maçımıza atıldı. İnşallah sonuncu maçımızda olar, elə uduzmarıq, məğlubiyyət almarıq. Buradan birinci yükümüzü aldım. Buradan bunları alabilsəm. Drago'dan bu. Kostümündən tanımadım birinci, amma aha öldü də o 800 can. Aha Karla ala biləcəm mənim buradan məncə. Məncə alacağım. Aha çox əlaş. Ay elə bilim öləcəm ona. 7 kişi qaldı indidən. Biraz donma oldu elə bil oyunda. Aha bir dəqiqə. Oha bir yana buradan 2 yükümüz var burada uşaqlar. Gördüyünüz kimi
5-ci yerdəyik artıq. 4-cü də olur. Və 4 kişi qaldı uşaqlar artıq. Buradan da 3 kişi qaldı. İndi özümü öldürürəm uşaqlar. Tez buradan kaos kutusunu açıram. Və buradan da gəldik kaos kutumuzu, sonuncu kutumuzu açmağa uşaqlar. Və buradan da kaos kutumuzu açıram. Kaos kutuma destansı və destansı da qaldı elə uşaqlar. Neyse dostlar, bir videonun da sonuna gəldim. Bu cür videonun davamı üçün kanalıma abunə olmaqla bu videoya like atmayı unutmayın. Hələlik dostlar, sağ olun.